Statika bölməsinin düsturları ilə təkrarımıza davam edirik. Lengin tarazlıq şərti F1 böl F2 bərabərdir D2 böl D1. Qüvvə ilə qolları tərs mütənasibdir. Bunu hasil kimi yazsaq F1 D1 bərabərdir F2 D2. F-in yerinə MC yazsaq M1 D1 bərabərdir M2 D2. F1 D1 bərabərdir F2 D2 bizə verir ki, M1 bərabərdir M2. Burada qüvvə momentidir. Qüvvə ilə qolun hasilinə deyilir. Vahidi Newton vur metrdir. Və Lengin tarazlıq şərtinə görə cismi sadə əqrəbi istiqamətdə fırladan momentlərin cəmi əksinə fırladan momentlərin cəminə bərabər olmalıdır. Bu momentlər qaydası adlanır və qüvvə momentlərinin nisbəti tarazlıqda olan cisimlər üçün 1-ə bərabərdir. Lengin qüvvədə qazancı qolların nisbəti D1 böl D2 və yaxud da böyük qüvvənin kiçik qüvvəyə nisbəti F2 böl F1-ə bərabərdir. Lengdə qüvvələr hər ikisi aşağı yönəlirsə, dayağın reaksiya qüvvəsini tapanda toplayırıq, əks yönəlirsə çıxılır. Tərpənməz blok qüvvədə qazanc vermir. F bərabərdir MC. Yuxarı yönəlmiş təcilli hərəkətdə F bərabərdir MC üstəgəl A. Aşağı yönəlmiş təcilli hərəkətdə F bərabərdir MC çıx A. Tərpənməz blokda sürtünmə də nəzərə alınarsa F bərabərdir MC üstəgəl F sürtünmə. Tərpənməz blokda deməli, yükün yer dəyişməsi və ipin yer dəyişməsi eynidir. Yükün sürəti və ipin sürəti də eynidir. H bərabərdir VT düsturu ilə hesablaya bilərik. Bütün bunların hamısında lengin çəkisi və yaxud da blokun çəkisi nəzərə alınmayan hallar üçün deyirik bu düsturları. Əgər lengin çəkisi nəzərə alınarsa, onun düz ağırlıq mərkəzindən ağırlıq qüvvəsinin istiqamətini çəkirik, ona uyğun tarazlıq şərtini yazırıq. Tərpənən blok sadəcə olaraq bir dənə ip keçirilmiş blokdursa, burada bax ipin gəlmə qüvvəsi hər tərəfdə eynidir. Burada F-dirsə bu tərəfdə, sağ tərəfdə də F-dir. Və deməli MC bərabər olur 2F-ə. Burada nə alırıq? F bərabərdir MC böl 2. Deməli tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Yuxarı yönəlmiş təcilli hərəkətdə F bərabərdir MC üstəgəl A böl 2. Aşağı yönəlmiş təcilli hərəkətdə F bərabərdir MC çıx A böl 2. Sürtünmə də nəzərə alınarsa F bərabərdir MC böl 2 üstəgəl F sürtünmə. Həm də deməli blokun çəkisi, həm yükün çəkisi nəzərə alınarsa, həm də sürtünmə qüvvəsi nəzərə alınarsa F bərabərdir P blok üstəgəl P yük böl 2 üstəgəl F sürtünmə. Tərpənən blokda H ip bərabərdir 2 H yük, V ip bərabərdir 2 V yük, A ip bərabərdir 2 A yük. İmpulsun kinetik enerjinin düsturlarını ayrıca təkrarlayacağıq, amma burada istifadə etdiyimizə görə yazdırmışam. P bərabərdir MV, kinetik bərabərdir MV kvadratı böl 2. Söhbət burada yükün sürətindən, yükün impulsundan, yükün kinetik enerjisindən, yükün potensial enerjisindən gedir. Həm tərpənən, həm tərpənməz blokda A bərabərdir MGH, A bərabərdir MC üstəgəl AH, A bərabərdir MC çıx AH. Niyə 2-yə bölmürük? Çünki mexanikanın qızıl qaydasına görə heç bir sadə mexanizm işdə qazanc vermir. Qüvvədə nə qədər qazanırıqsa, məsafədə bir o qədər itiririk. Ona görə işlərin düsturları eyni olur. Mail müstəvi üfüqlə bucaq əmələ gətirən müstəvidir. Bu da sadə mexanizmdir. Bu da qüvvədə qazanc verir. Tarazlıq şərti isə F böl F ağırlıq bərabərdir H böl L. Mail müstəvinin qüvvədə qazancını əldə etmək üçün K bərabərdir L böl H. O da deməli necə olur? Hipotenuzun qarşı kateter nisbəti olduğundan 1 böl sinus alfa olur.